Deməli, hal-hazırda Ordubadtdayıq. TV'nin yol ayrıcındayıq. Qalxırıq Göygölə. Deməli, hal-hazırda gəlmişik Nurgüt kəndinə. Burada deməli səhər yeməyimizi yeyib qalxacağıq Göygölə. O suya kan gözü olan bir yakası o. Səhər yeməyimizi Nurgüt kəndində yedik. İndi isə qalxırıq Göygölə. Qalxırıq Göygölə. Maşınlar biraz qızdırıb deyə, ona görə də dayanmışıq ki, maşınların motorları biraz soğusun. Babək Ordubad hamımıza gərəkdi. Şərurda Zulfanda çıxmaz qadında. Rayonların hamısı döyünə dürəydi. Şərurda Zulfanda çıxmaz qadında. Rayonların hamısı döyünə dürəydi. Canım Naxçıvan, gözüm Naxçıvan, dilimdə əzbər, sözüm Naxçıvan. Ulan şəfalı, havası səfalı, cənnətimiz sən, bizim Naxçıvan. Canım Naxçıvan, gözüm Naxçıvan, dilimdə əzbər, sözüm Naxçıvan. Ulan şəfalı, havası səfalı, cənnətimiz sən, bizim Naxçıvan. Göygölə. Gəlib çatdıq Göygölün kənarına. Kim Allah'a bağlıdır, imanlıdır. Əshab-ı Kəhf pirinə edir ziyarət. Kim Allah'a bağlıdır, imanlı imiş. Canım Naxçıvan, gözüm Naxçıvan, dilimdə əzbər, sözüm Naxçıvan. Ulan şəfalı, havası səfalı, cənnətimiz sən, bizim Naxçıvan. Canım Naxçıvan, gözüm Naxçıvan, dilimdə əzbər, sözüm Naxçıvan. Ulan şəfalı, havası səfalı, cənnətimiz sən, bizim Naxçıvan.
Ordubadımızın Göygölündəyik. Göygöl dəniz səviyyəsindən 3065 metrə hündürlükdə yerləşir. Göygölümüz yağış sularından, qar sularından və gölün ortasından qaynayan bulaqlardan qidalanır. Gölün dərinliyi 6,5 metrədir. Ümumi ərazisi 1 hektar yarımdır. Göygöl sözünün mənası isə gölün rənginin göy olmasından götürülüb və ona görə də Göygöl adlanır. Artıq Göygöl səyahətimiz yekunlaşdı. Partnersiz çörek yedeyiz.